Salam hörmətli izləyicilər. Bəli, belə bir şəxs olmuşdur. Bu Stepan Yemelyanovdur. Stepan Yemelyanov 1902-ci ildə Tataristanda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra bir müddət kənd təsərrüfat sahəsində çalışmış. Sonra 1919-23-cü illərdə texniki məktəbdə təhsil almışdır. Təhsil aldıqdan sonra 1925-ci ildə Avneftin tərkibində olan oksigen karbid zavodunda işə düzəlmiş. Burada bir müddət çalışdıqdan sonra 1928-ci ildə Azərbaycan Respublikası Ədliyyə Xalq Komissarlığı tərkibində olan məhkəmə sistemində çalışmış. Sonra Bakı Birləşmiş Məhkəməsində məhkəmə hakimi kimi fəaliyyət göstərmişdir. 1931-36-cı illərdə Sənaye İnstitutunda təhsil aldıqdan sonra o vaxtki Azərbaycan Kommunist Partiyası Dzerjinski rayon komitəsinin birinci katibi vəzifəsində çalışmışdır. Nəzərinizə çatdırım ki, o dövrdə Dzerjinski rayonu var idi. 1959-cu ildə onun ərazisi ləğv olunaraq Nərimanov rayon Nərimanov rayonunun tərkibinə verilmişdir. Stepan Yemelyanov müxtəlif vaxtlarda, yəni 1939-cu ildən 53-cü ilə qədər müxtəlif vaxtlarda Azərbaycanın Xalq Daxili İşlər Komissarı, yəni indiki Daxili İşlər Naziri vəzifəsində çalışmış və eyni zamanda Dövlət Təhlükəsizlik Komissarı vəzifələrində çalışmışdır. O 1956-cı ildə həbs olunmuş, təbii ki, Stalinin ölümündən sonra həbs olunmuş və bütün əmlakı müsadirə olunmaqla 25 il müddətinə azadlıqdan məhrum olunmuşdur. 1970-ci ildə əfv olunmuşdur. 1988-ci ildə Bakıda vəfat etmişdir. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın.